Salam Elcamlaç kanalının dəyərli izləyiciləri. Belə bir möhtəşəm, hər kəsin xəyal elədiyi, şəxsən mənim də özüm üçün xəyal elədiyim əla bir evlərdən çəkib sizə təqdim edirəm. 4 otaqlı evdə dövlət ipotekasına yararlıdır. 3 sotda inşa olunub, Masazır qəsəbəsində Yeni Bakı yaşayış kompleksinin düz yanındadır. Çox gözəl formada inşa olunub, çox gözəl tikintidir dəyərli izləyicilər. Evimizin çöl görünüşü belədir. İstaqlaydan istifadə olunub fasadda. Hündür zirzəmi üzərində inşa olunub dəyərli izləyicilərim. Çox bəyəndiyim proyektlərdən də çox əla konseptdə inşa olunub. Geniş vitraj şəbəkə pəncərələr. Bu evimizin həyətyanı sahəsi baxın, girişdə sağda və sol hissədə yaşıllıq üçün yerlər nəzərdə tutulub. Həmişə yaşıl ağaclar, dekorativ ağaclar, gül çiçək əkilib. Çox əla qiymətdən təklif olunur. Açıqlayacağım deməli qiymət bu ev üçün həqiqətən də çox əla bir qiymətdir. Qazlı su işığı fasiləsizdir. Mərkəz kanalizasiyası var. Evin tikintisinə fikir verərsiniz. Deməli 40-ın 40-a təməl üzərində inşa olunub. Atmalarına, yaxınlığına fikir verin. 30-40 santdan biridir. 40 santdan biridir. Yəni 1 kubik dəmir atma atılıb. Bu gördüyünüz hissələr yeni şikator olunub, üstündən bir dəfə də şikator olunacaq, yarı şikator olunub, sıvaq olunub. Baxın bu, yəni rahatlıqla bura qədər 1.80 vardı. Mən əyilmirəm burada yeriyəndə. Digər otaqlara da keçid qoyulub. Sanitar qovşaq və s. istipoldur. Onların xətlərini görəcəksiniz. Qarşıda taxılı oldular. Kombo aparatı burada quraşdırılacaq. Deməli, çox əla qiymətdən təklif olunan 4 otaqlı bir evdir. Zirzəmi sahəsini sizə göstərdim. İndi gəlin evin iç hissəsini təqdim edeyim sizə. Baxın, yan tərəfinə keçid qoyulub. 1 metr orada məsafə qoyulub, 1 metr arxada məsafə qoyulub. Həyətyanı sahə bu qaydadadır. Masazır qəsəbəsinin Yeni Bakı yaşayış kompleksinin yanında. Dövlət ipotekasına yararlı, paket kuçalı. Belə bir nəhəng ev çəkib təqdim edirəm. İşıqları özüm qoşmamışam dəyərli izləyicilər. Ehtiyac yoxdur qoşmağa. Bu gördüyünüz podlar da hər bir işləyə vəziyyətdədir təbii ki. Girişdə baxın, belə 1-2 metrlik, daha doğrusu 1.70'lik, 1.80 enliliyində dəhliz var. Girişdə sağ hissədə yerləşir evin mətbəx sahəsi. Baxın, belə bir mətbəx sahəsi var. Bu işıqların hər bir işləkdir. Çox möhkəm formada inşa olmuş bir evdir. Cüt daşlı əvvəldən axıra qədər və tikintinin yekunda beton kəmər atılıb. Bu yataq otaqlarından bir uşaqlar üçün nəzərdə tutulub. Bayaq qeyd etdiyim kimi evin soluna və arxa tərəfini keçid eləmək mümkündür. Həyətyanı sahəsində açılır pəncərə. Davam etdikdə burada növbəti belə bir yataq otağı. Bütün pəncərələrdən günəş çox rahat şəkildə evə düşə bilir. Bura evin sanuzeli. Sanuzel isti döşəmə ilə təchiz olunur və kifayət qədər geniş ölçüyə sahibdir. Daha sonra mən sizə bu hissədə ailə üçün nəzərdə tutulmuş böyük yataq otağını göstərim. Çox əla evdə, həqiqətən də Allah bütün evi olmayanlara daha yaxşılarını qismət eləsin. Burada evimizin qonaq otağı. Qonaq otağı da təxminən 30 kvadrat metrdən ibarətdir. Televiziya üçün belə bir dekor yığılıb, kənar işıqların hər biri işləkdir, spodlar işləkdir, tavan alçıpanla işlənib, paket damdır. Evimizin start qiyməti 137.000 manatdır dəyərli izləyicilər. Yeni Bakı yaşayış kompleksinə 200 metrlik məsafədədir. Kompleks daxilində bütün növ yaşayış obyektləri və məktəbi, bağçası, Rus bölməli məktəb, Azərbaycan bölməli məktəb, bağça, uşaq əyləncə mərkəzi və s. və ilə axır mövcuddur. Daha ətraflı məlumat üçün əlaqə saxlamağı unutmayın. Kanalımıza abunə olmağı unutmayın. Satışda hər bir cövğün evlərimiz var. Sağ olun, hələlik.